Esselamu aleyküm. Kardeşlerim, bir gün yere bir damla bal düşür. Bir qarışqa gəlib, biraz yeyib, doyub çıxıb gedir. İkinci gün gəlib, yenə yeyib, yenə doyub, yenə çıxıb gedir. Üçüncü gün isə qarışqa balın içine girir və doyuncaya qədər yeyir, amma çıxa bilmir və orada ölür. İşte kardeşlerim, bu dünya həyatı da o bal damlası kimidir. Eğer lazım olduğu qədər işləyib, çalışıb, Allah'ın əmrlərini də yerinə yetirər isə qazananlardan olarıq. Yox, Allah'ın əmrlərini bir kənara atıb, bütün vaxtımızı işləyib pul qazanmağa, dünya həyatına sərf edər isə həlak olarıq. Çünki Allah Azze ve Celle Kur'an-ı Kerimdə dünya həyatı sizi aldatmasın buyurdu və həmçinin buyurur: dünya həyatı əyləncə və oyundan başqa bir şey değildir. Ahiret həyatına gəlincə, işte əsl həyat odur. Keşke bunu bilsələrdi. Subhanallah. Esselamu aleyküm.